Qonaqlarımızı və şəhid qardaşlarımızın müqəddəs ruhu qarşısında və şəhid valideynlərimizin qarşısında böyük ehtiramla, böyük nəzakətlə baş əyirəm. Bəli, bugün ocağına yığışdığımız Vüsal qardaşımın övladının kiçik toyudur və burada iştirak edən eyni zamanda başqa şəhid atalarımız, valideynlərimiz olmaqla qazilərimiz və müharibə iştirakçılarımızdır, döyüşlərimizdir. Bir sözlə, burada olan çox tərkib, eyni cəbhədə, eyni səngərdə bir amal uğrunda döyüşən silahdaşlarımız, silahdaşlarla yanaşı eyni zamanda biz burada bir həmrəyliyimizi göstərərək qardaşımızın yanındayıq. Vüsal, Allah mübarək eləsin. İnşallah böyük oyunda iştirak edək. Əlbəttə ki, bugün eyni zamanda böyük bir qürur verici gündür. Bu qürur verici gün burada bir olmağımız, necə ki, vətən müharibəsində 30 il həsrətində olduğumuz torpağımızı olarak biz milli gücümüzü, milli irademizi ortaya koyarak düşman üzerinde büyük bir zafere imza attık. Bu bizim halk olarak, devlet olarak, millet olarak bu bizim büyük bir göstericimizdir. Ve bizim zafer qələbəmiz bütün Türk dünyasının büyük bir qələbəsiydi. Dahi Bəhmət Alıbzadə söyləyirdi. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Dünənin, həm bugünün, həm sabahındır bu vətən. Sənin öz millətin, öz kimliyin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Ey Azərbaycanımın, Türk'ün oğuzlar vətəni, ər oğullar, ər gidilər, kişi qızlar vətəni, bizim iqbalımızı, yazdı qılıncın kəsəri, bizi biz etdi Dədəm Qorqud Oğuz namələri. Biz vətən məzlunu, ən aşıqı sülh əskəriyik, biz vətən namına ölsək, dirilərdən biriyik. Biz döyüşçü olarak dünəndə, bugündə və sabahda hər zaman vətənimizin müdafiəsinə qalxmağa hazır olmuşuq və bir daha hazırıq. Vüsal, çox mübarək, bir daha təbrik edirəm. Eşq olsun Azərbaycanımıza. Bizim Masallıdan değerli kardeşimiz, Bəxtiyar kardeşimiz buradadır, zəhmət olmasa. İlkin kardeşimiz. Başta şəhid alilərdir, qazi qardaşlarımızın hər birini salamıyla. Bugün bizim üçün əziz və doğma olan Vüsal qardaşımızın övladının kiçik toyudur. Bu münasibətlə Masallı qazilərdən qardaşımızı təbrik edirik. İnşallah böyük oyunda iştirak edir. Çox sağ olun, diqqətiniz üçün təşəkkür ederim. Axaməli, zəhmət olmasa. Xoş gördük. Bizim üçün dəyərli olan Axaməli. Güzel məclisdə hər vaxtınız xeyir olsun. Vüsal müəllim, Vüsal qardaşım, biz bugün hamımız sənin sevincinə yığışmışıq. Yadınızdadır, komandirlər, əsgərlər, hər birimiz cəbhədə döyüşərkən heç birimizin ağlına da gəlmirdi ki, müharibədən sonra biz sağ qalacağıq və gözəl məclislərdə iştirak edəcəyik. Allah Teala bu günü bizə qismət etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların yaxınlarının, valideynlərin qarşısında baş əyirik və ana vətəndir. Ana vətənin bir qarış torpağın belə nə qədər ki bu vətən oğulları var, heç vaxt düşman tapdağı altında qoymağa imkan verməz. Hər birinizi var olun,
Hər birinizin qapısında gözəl toylar olsun. Gün olsun o gül balamızın böyük toyunda hər birimiz iştirak edək. Allah mübarək eləsin. Neçə sözü var, ürək sözü demək istəyirsən? Mən bu günləri Vüsal qardaşımın şəxsi öz toyunda iştirak eləməsəm də, övladımın kiçik toyunda iştirak edirəm. Allahdan o gün olsun ki, böyük toyun görəsən Vüsal. Sən bizim özün balada da olsa, ürəyi böyük olan qardaşımızsın. Allahdan sənə övladın üçün böyük bir xoşbəxtlik nəsib etsin inşallah. Bu günləri Kamil müəllim, Ağam müəllim, özü qardaşım. Bütün nöqtələrə toxundu. Bölgədə olan, belə deyək, mülküdə olan bütün hər şeyə toxundu. Mən o sözün üstündən sənə ancaq xoşbəxtlik arzu edirəm, qardaşım. Sən bu günləri mən söz xatirinə demirəm, ha. Bu gün mən əlim hər dərd olanda bir kəlmə Vüsal zəng eləyəndə, yəni istənilən bir vəziyyətdə bizim yanımızda olubsan, onun üçün də mən sənə üstü təşəkkürümü bildirirəm. Sən özün balaca da olsun, ürəyin böyük bizim qardaşımız. Sağ ol, var ol. Öpürəm qardaşım, var olasın.